Qəzalı tibb müəssisələri təmir olunacaq. Ölkədə həkim çatışmazlığı ilə bağlı vəziyyət nəzarətdədir. Azərbaycanda özəl tibb müəssisələrində onkoloji xidmətin göstərilməsi istiqamətində işlər davam etdirilir. Səhiyyə naziri Teymur Musayevin maraqlı və vacib açıqlamaları var. Sujeti bərabər izləyək. Qanunvericiliyə uyğun olaraq ölkədə dövlət xəstəxanaları ilə yanaşı özəl xəstəxanalarda da onkoloji xidmətlərin göstərilməsinə başlanılacaq. Səhiyyə naziri Teymur Musayevin sözlərinə görə özəl sektorda onkoloji xidmət göstərmək və icazələr almaq üçün xüsusi qaydalar hazırlanıb. Özəl sektorda onkoloji xidməti göstərmək üçün və bu icazəni almaq üçün xüsusi qaydalar hazırlanıb və tələblər hazırlanıb. Çox ciddi tələblərdir və yalnız ən yüksək tələblərə cavab verən müəssisələrə həmin lisenziya veriləcək. Səhiyyə naziri paytaxt və bölgələrdə qəzalı vəziyyətdə olan və əsaslı təmirə ehtiyacı yaranan tibb müəssisələrinin siyahısının hazırlanaraq dövlət proqramına salındığını bildirdi. Kapital investisiya layihəsinə daxil edib və bu təqdim olunub. Ora vəsait ayrıldıqca Səhiyyə Nazirliyi həmin müəssisələri təmir edib aidiyyatı qurumlara təhvil verir. Nazir artıq bir neçə ildir bölgələrdə həkim və kadr çatışmazlığı ilə bağlı vəziyyəti əhatə edən işçi qrupun yaradıldığını və bu işçi qrupun Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və təbii tərəfindən birgə təşkil olunduğunu dedi. Kadr siyasəti bu sahədə ciddi islahatlara məruz qalmalıdır. Bu istiqamətdə müəyyən məsələlər hazırlanır. Hazırda ölkədə yalnız 45 nəfərin plastik estetik əməliyyat etməsinə icazə var. Həmin həkimlər tərəfindən əməliyyatların edilməsi yalnız 2 mərkəzdə mümkündür deyə Səhiyyə naziri diqqətə çatdırdı. Biri Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində xüsusi şöbə yaradılıb, tam kadrlarla təmin edilib və ən müasir avadanlıqlarla təchiz olunub. Digər tərəfdən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kliniki bazası olan Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası əsaslı təmir olunub və bu yaxın günlərdə onun açılışı nəzərdə tutulur. Nazir Teymur Musayev Səhiyyə Nazirliyində islahatların davam etdiriləcəyi anonsunu da verdi. Rəşad Vəkiloğlu, Bəkir Həşimov, Space xəbər.